Əleyhissalam buyurur ki, adam can verir, məna aləmində gözü açılır, malı təcəssüm olunur gözündə bir canlı kimi, malı, sərvəti. Baxır malına deyir ki, and olsun Allaha, səni toplamaq üçün dərdən qabıqdan çıxdım. Hər iş gördüm səni toplamaq üçün. İndi pis vaxtımda da can verirəm. Sən mənə əvəzində neyə bilərsən? Ey mənim malım, sərvətim. Deyir, məna aləmində malı dilə gələr, cavab verər ki, sənə neçə metrə parça kəfən verə bilərəm. Bu qədər gücüm çatır. Sənin bu zəhmətin əvəzini bu şəkildə verə bilərəm. Gözü axtarır da, baxır övladlarına. Övladlarına deyir ki, and olsun Allaha, sizin üçün, sizi çox istəyirdim və sizin üçün əlimdən gələn elədim. Hətta bəzən halal harama baxmadım sizə görə. İndi siz mənə bu dar günümdə, yaman günümdə nə edə bilərsiniz? Əleyhissalam buyurur ki, övladları dilə gələr, deyər ki, səni möhtərəm şəkildə, hörmətlə qəbrə apara bilərik. Hörmətlə torpağı baş üstə tökə bilərik, səpə bilərik, üstü örtə bilərik. Ondan sonra deyir ki, baxar əməllərinə, deyir, and olsun Allah, heç sizə fikir vermirdim, ağır gəlirdiniz mənə. Hər şeydən az sizə fikir verirdim, indiki çətin vaxtında siz mənə nə edə bilərsiniz? Cavab gələr ki, qəbirdə sənlə bizik, məhşərdə bizik, Allah sənin barəndə hökm eləyənə qədər sənin yanında bizik. Onda baxar, görər ki, lazım olana az fikir verib, lazım olmayana çox. İndidən adam o anın fikrində olar. Bu anın fikrində olmaq adama stres gətirmir. Ya mən fil məmati qudrətu. Coşan Kəbir duasında oxuyuruq. Ey Allah ki, ölüm vaxtı qüdrəti zuhur eləyir. Ən qüdrətli kişilərə baxın, ölüm yatağında necə acizdirlər. Görkəmi acizdir. Əleyhissalam axır nəfəsinəcən muizə eləyirdi. İmam Həsənə dedi ki, bax mənə, əlimi tərpədə bilmirəm. Bütün hakimiyyətim, coğrafiyası bu yataq boydadır. Bundan o yana bir gücüm yoxdur. Mən həmin əliyəm, mənim halım sizə ibrətdir. O əliyəm ki, meydana girəndə hamı qarşımda, da bilirsiniz də necə idi. Dostu, düşməni fərqi yoxdur, bu məsələdə fərqi yoxdur. Peyğəmbər ol, ya Firon ol, ya Nəmrud ol, Əli ol, ya Muaviyə ol, fərqi yoxdur. Bu məsələdə ortaqdır. Axırda o şəkildə olur. Allahın iradəsi budur.